Salam aleyküm şeyh. Və aleykum salam. Şeyh, həmçinin verilən suallardan da biri odur ki, namazda cumhur deyir, əllər göbəkdə bağlanır. Siz isə əksin deyirsiniz. Və həmçinin qeyd edir ki, namazda səhvdə ayaqları birləşdirməkdə ifrada varmısınız. Halbuki məsələ ixtilafdır. Cumhur yox, dəlil var o barədə. Dəlillər var. Dəlillər var. Lakin o dəlillər var, bəziləri səhihdir, bəziləri zəif və uydurma. Biz qeyd etdik ki, əlləri göbəkdən aşağı tutmaq və ya göbəkdə tutmaq barədə hədislər var, lakin zəifdir. İstəyir cumhur desin, istəyir kim desin. Nə gəlib o barədə səhih, sinədə tutmaqdır və ya sinəyə yaxın və salam. Yəni, dəlil budursa səhih, biz səhih dəlili götürürük. İmamlar bizə də belə tövsiyə edib. Əbu Hanifə, Malik, Əhməd, Şafi və başqaları. Əsas, sən baxmırsan cumhura, əgər cumhur dəlilə müxalifdirsə, nəyə götürürük? Dəlili əlbəttə. Həmə o ki, qaldı ki, topuqları, nə deyir? Topuqlar ifratı varmış. O ifratı varmaq deyil ki. O ifrata varmaq deyil. Bircə alimlərdən deyən var onu. Alimlərdən deyən var. Topuq topuğa, çiyin çiyinə. Hətta bir rivayətdə gəlir ki, diz dizə, düzdür. Burada söhbət yəni düz olmaq. Toxunmaq deyil. Amma biz görürük əsər sələflərdən, onlar toxundururdular ayaqları. Ayaqları toxundururdular. Məsələn, indi biz də deyə bilərik ki, siz də ifrata varmısınız, aralı dayanırsınız namazda. Daha o hələ də yox da. Elə də yox. İbn Həcər Rahiməhullah Fəthül Baridə danışanda bu məsələni qeyd edir. Deyir, o vaxt ki, topuq topuğa dəyməkdən, ayaq ayağa, qədəm qədəmə vurmaqdan, dəyməkdən, deyir, indi qoyursan birini qədəmli, birinin yanına ayağını çəkir. Səndən elə qaçır ki, deyəsən uzun qulağa oxşadır onu. İbn Həcər Rahiməhullah o vaxt ələm. Yəni, bu sadəcə köhnə o məzhəbçilik var, istəyirlər onu gətirsinlər. Kör-körana, fanat şəklində ifrata varmış bağlılıq. O cür dəlillərə bəyan olsa da onunla getmiyor. Hamısı onun səbəbidir. Vəssalam.